Qusarda qaynata kürəkəninə təpi ilə vuraraq ona ağır xəsarət yetirib. Hadisə rayonun Atlıxan kəndində baş verib. Məlumata görə 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov kürəkəninin qarın nahiyəsinə təpi ilə zərbə endirib. Nəticədə onun bağırsağı zədələnib və zərər çəkən təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Müəyyən edilib ki, 65 yaşlı kişi gecə saat 02 radələrində kürəkəninin evinə gedib. O kürəkəninin spirtli içki qəbul etməsi və qızı ilə münaqişə yaratması ilə bağlı irad bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və kürəkən qaynatanı təhqir edib. Buna əsəbləşən kişi kürəkənin qarın nahiyəsinə bir dəfə təpi vuraraq ona ağır xəsarət yetirib. Nəticədə onun bağırsağının zədələnməsi ilə müşahidə olunan ciddi daxili travma baş verib və zərər çəkən xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə iş açılıb. Qarşı tərəfin şikayətçi olmadığı bildirilir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qaynataya şərti cəza verərək onu azadlıqda saxlayıb.